Müzəffər Ali Başkomandan möhtərəm cənab İlham Əliyev. Mən Cəfərov Oktay İsaoğlu, Qarabağ Əllərinə Qayğı İctimai Birliyinin Mingəçevir şəhər filialının sədri, 1-ci qrup Qarabağ müharibəsinin həlli kimi sizə müraciət edirəm. Müraciətimin səbəbi Mingəçevir şəhərində üzləşdiyim məmur özbaşınalığıdır. Konkret desəm, şəhər icra hakimiyyətinin başçısı İlham İsmailovun uzun müddətdir ki, mənə qarşı apardığı qərəzli kampaniyadır. Diqqətinizə çatdırım ki, bu şəxs heç vaxt bir çox Qarabağ müharibəsinin iştirakçıları, qaziləri, şəhid ailələrini sevməyib, onlara hörmətlə yanaşmayıb, sadəcə foto və video çəkilişlərlə görüntü yaradıb. Heç vaxt bizə qarşı səmimi olmayıb, sanki bu adamda müharibə iştirakçılarına qarşı natamamlıq kompleksi var. Yəqin ki, səbəbini yalnız özü bilir. Möhtərəm cənab prezident, keçmək istəyirəm müraciətimin əsas hissəsinə. Öncə qeyd edim ki, icra başçısı İlham İsmailovun sifarişi ilə saxta profillər üzərindən haqqını tələb edən qazilərə qarşı qarayaxma kampaniyası apartdırır. Son qurbanlar isə mən və 2-ci Qarabağ müharibəsinin qazisi Anar Mehdiyevdir. Artıq bununla bağlı hüquq mühafizə orqanlarına rəsmi qaydada müraciət etmişik. İcra başçısı İlham İsmailov müharibə iştirakçılarının, qazilərinin, Əfqanistan veteranlarının kiçik sahibkarlıq fəaliyyəti ilə məşğul olmasına hər cəhətlə mane olur. Bələdiyyə sədrinə təzyiq göstərir ki, bizimlə hər hansı bir mövsumi icra müqaviləsi bağlamasın. Möhtərəm cənab prezident, tapşırığınız əsasında kiçik bir araşdırma aparılsa, məlum olacaq ki, ən çox polisə, prokurorluğa, məhkəməyə verilən kiçik sahibkarlar Mingəçevirdəndir. İlham İsmailov haqqını tələb edən insanları həbs etdirməklə təhdid edir. Sağ olsun şəhərimizin hüquq mühafizə orqanları ki, onun qanunsuz tələblərini icra etmirlər və hər şeyə ədalət qanun çərçivəsində yanaşırlar. Kiçik sahibkarlıq fəaliyyəti ilə məşğul olanlar və ya olmaq istəyənlər İlham İsmailovun təzyiqləri, təhdidləri ilə üzləşirlər. Bugün Mingəçevir məhkəməsinə verilən onlarla sahibkar var. Ancaq bu şəhərə külli miqdarda ziyan vuran, ekologiyanı göz görə-görə məhv edən, Qədiroğluna və Sədərək Yusifə göz üstə qaşın var deyən yoxdur. Əksinə icra başçısı hər addımda onları müdafiə edir, açıq şəkildə onların cinayət tərkibli əməllərinə göz yumur. Burada söhbət ağaçların kütləvi kəsilməsindən, Kür çayının ekoloji terrora məruz qalmasından və qanunsuz tikililərdən gedir. Baxmayaraq ki, Sədərək Yusif dövlətimizə xəyanət edən Ramiz Mehdiyevin bir zəs ortağıdır. Necə olur ki, icra başçısı oktyabrın 29-da keçirdiyi şura iclasında xeyli sayda insanın işlədiyi balıq zavodunu əsassız olaraq hədəfə alır, ancaq Ramiz Mehdiyevin ən yaxın adamlarından biri olan Yusifin Kür çayına törətdiyi ekoloji cinayəti görməzdən gəlir. Məncə bu məsələnin ciddi şəkildə araşdırılmasına ehtiyac var. Möhtərəm cənab prezident, siz sonuncu dəfə icra başçıları qəbul edib onlara tapşırıq verdiniz ki, bölgələrdə sahibkarlıq fəaliyyətinə dəstək olun, iş yerlərinin açılmasını təmin edin. Bundan sonra güya icra başçısı İlham İsmailov sahibkarlara şərait yaradır adı altında yaşayış binalarının 1-ci mərtəbələrini ticarət məqsədi istifadə olunmasına kütləvi icazə verdi. Hansı ki, həmin binaların sakinlərinin həyatı təhlükəyə atılır. Məlumata görə ilkin mərhələdə həmin otaqların təyinatının dəyişdirilməsi üçün Fövqəladə Hallar Nazirliyinin rəyi icazəsi yoxdur. Necə olur ki, Heydər Əliyev prospektində yaşayış binalarının tən ortasında, məhəllənin içində balıq evini və yaşayış binasının balkonunun düz 2 metrliyində otel tikintisinə icazə verir. Amma mənə və mənim kimi yüzlərlə imtiyazlı və imkansız insanlara qarşı təzyiqlər edir. Yəqin ki, sizə etdiyim bu müraciətdən sonra da trolları və əlaltıları vasitəsilə mənə qarşı geniş miqyaslı hücumlara, təhdidlərə başlayacaq. Möhtərəm cənab prezident, mən 2021-2023-cü illərdə dəfələrlə yuxarılara yazmışam ki, bu şəxs üzərinə düşən vəzifələri yerinə getirmir. Şəxsən mən Mingəçevir şəhər icra hakimiyyətinin başçısı İlham İsmailovun bu dövlətə, bu xalqa və Mingəçevir sakinlərinə ürəkdən xidmət etməsinə inanmıram.
Çünki hər il istirahət üçün pullarını xərclədiyi rusları, ölkəmizdəki ruspərəstləri sevən adam heç vaxt sizi və bizi sevə bilməz. Heç vaxt şəffaf işləyə bilməz. Möhtərəm cənab prezident, çoxsaylı qazilər adına sizlərdən xahiş edirəm ki, Mingəçevir şəhər icra hakimiyyətinin başçısı İlham İsmayılovun əslində kimlərə xidmət etdiyini müəyyən etmək, qanunsuz əməllərinə son vermək üçün onun fəaliyyətinin vicdanlı şəxslər tərəfindən araşdırılması məqsədi ilə göstəriş verəsiniz və bu şəxsin cəzalandırmasını təmin edəsiniz. Biz sizə hər zaman inanmışıq, güvənmişik və yanınızda olmuşuq. Diqqətinizə görə sizə minnətdarıq.